Yerə nəzərən sürəti 20 metr bölü saniyə olan bir, belə deyək, Kamazın üzərində Kamaza nəzərən sürəti 2 metr bölü saniyə olan bir uşaq şəkildəki kimi hərəkət edir. Buna əsasən uşağın yerə nəzərən sürəti neçə metr bölü saniyədir? İndi burada yük maşını 20 metr bölü saniyə sürətlə hərəkət edir. Uşağın özü də 2 metr bölü saniyə sürətlə hərəkət etdiyi üçün bu uşağın yerə nəzərən ümumi sürəti 22 metr bölü saniyəyə bərabərdir. Bunu nəyə oxşada bilərik? Məsələn, tutalım ki, çaydır. Çayın axın sürəti, məsələn, deyək ki, 3 metr bölü saniyədir. Deyək ki, çayın içərisində qayıq da çayın axın istiqamətində 2 metr bölü saniyə sürətlə hərəkət etsə, bu qayığın yerə nəzərən sürətini necə tapırdıq? Topluyorduk. 3-dən 2-ni topluyorduk. Burada da eyni şəkildə yük maşını özü hərəkət edir, üzərində də uşaq hərəkət edir və toplam sürət 22 metr bölü saniyəyə bərabər olur. İkinci sualda, suya nəzərən sürəti VY olan üzgüçü, axıntı sürəti VA olan çayda şəkildəki kimi üzməyə başlayır. Buna əsasən üzgüçü qarşı sahildə hansı nöqtədən çıxar? Deməli, axıntı sürətinin sağ tərəfə doğru 2 bölgü olduğunu görürük. Deməli, axıntı sürətini çayın, belə deyək, üzgüçünün sürətinin üzərinə əlavə edirik bu 2 bölgünü. Və başlanğıcdan başlayırıq, bu şəkildə bir yol izləyərək qarşı sahilə çıxdığını deyə bilərik. Və biz görürük ki, burada qarşı sahildən P nöqtəsindən çıxır. Ona görə də sualın doğru cavabı E variantı olacaqdır. Sürətləri verilən iki avtomobildən birində oturan yolcuya nəzərən digər avtomobilin sürəti aşağıdakılardan hansında ən böyükdür? Yəni, birinin digərinə nəzərən sürəti hansı halda ən böyükdür deyir. Təbii ki, istiqamətlər əks olmalıdır. Çünki istiqamətlər əks olanda bilirik ki, bunları toplayırıq biz, sürətlərinin modullarını toplayırıq. Biri 3V, biri 2V olarsa toplamı 5V'yə bərabər olar. Deməli, bu halda birinin digərinə nəzərən sürətinin modulu ən böyükdür. Dördüncü sualda davam edirik. Doğu yönündə, yəni şərq istiqamətində, bax, bura deyək şərq istiqaməti, batıya da deyək qərb istiqaməti. Şərq istiqamətində hərəkət edən XYZ avtomobillərindən X avtomobilinə görə Y-nin sürəti, deməli, şərq istiqamətindədir. İndi bu, belə deyək, şərq istiqamətinə biz müsbət qəbul etsək, qərb istiqamətini mənfi qəbul etsək, o zaman belə bir şey deyə bilərik. X avtomobilinə görə Y-nin sürəti. Deməli, Y-nin X-ə nəzərən sürəti deməkdir bu. Bu da VY çıxılsın VX deməkdir. Və biz şərq istiqamətini müsbət qəbul etdiyimiz üçün buna yaza bilərik sıfırdan böyükdür. Yəni, müsbət bir qiymət alır. O zaman biz buradan VY-nin VX-dən böyük olduğunu deyə bilərik. Daha sonra X avtomobilinə görə Z-nin sürəti isə batı istiqamətindədir. Yəni, qərb istiqamətindədir. Z-nin X avtomobilinə nəzərən. Bunu da belə yaza bilərik. VZ çıxılsın VX. Bax, bu əks istiqamətdə olduğu üçün buna mənfi yazıram. Və biz burada cavabı mənfi aldıqsa, o zaman deyə bilərik ki, deməli, VX VZ-dən böyükdür. Deməli, VY VX-dən böyükdür. VX də VZ-dən böyükdür. O zaman sıralama belə olacaq. VY, VX, VZ. Sualımızın doğru cavabı deməli oldu D variantı. 5-ci sualla davam edirik. Suya nəzərən sürəti 7 metr bölü saniyə olan motorlu qayıq K-dan elə 10 saniyədə gedir. Buna əsasən qayıq suya nəzərən eyni sürətlə, yəni eyni qiymətdir. Sürətin qiyməti eyni olmaqla L-dən K-ya deyir ki, neçə saniyədə qayıdar. Deməli, 7 metr bölü saniyə və 5 metr bölü saniyə istiqamətlər eyni. O zaman bunları toplayırıq və 12 metr bölü saniyə olur bu qayığın yerə nəzərən sürəti. 10 saniyədə getdiyini deyir. 10 saniyəyə vursaq biz buradan K və L aralığındakı S məsafəsini hesablamış olarıq. Deməli, S məsafəsi 120 metrə bərabərdir. Geri qaydanda isə sürətlər çıxılacaq. Çünki əks istiqamətdə yönəlib. Yəni, 7-dən 5-i çıxacaq və burada sürətin 2 metr bölü saniyə olduğunu deyəcəyik. 2 metr bölü saniyə deməli sürətin qiymətidir. S-in qiymətini 120 metr tapdıq. O zaman T-ni tapa bilərik. T bərabərdir S bölü V. O da bərabərdir 120 bölü 2. 120-ni də 2-yə böləndə T zaman müddəti 60 saniyə alınır. Deməli, sualın doğru cavabı A variantıdır. 6-cı sualda.
Axıntı sürətinin VA olduğu çayda suya nəzərən sürəti V olan üzgüçü K-dan şəkildəki kimi üzməyə başladığı zaman qarşı sahildə M nöqtəsində çıxır. LM aralığı 24 metr olduğuna görə VA neçə metr bölü saniyədir? Biz birinci növbədə burada T zaman müddətini hesablaya bilərik. T bərabərdir S bölünsün VY. S məsafəsi 80 metrə bərabərdir. VY-ə bölürük, yəni 10 metr bölü saniyəyə bölürük. 80-i də 10-a böldüyümüz zaman T-nin qiyməti alınır 8 saniyə. İndi bizə deyir ki, LM aralığı 24 metrdir. 24 metr bu istiqamətə niyə 24 metr gedib? Yəni cisim niyə düz xətt boyunca L-dən çıxmayıb da LM istiqamətində gedib M-dən çıxıb? M-dən çıxmağının səbəbi çayın bu üzgüçünü aparmağıdır. Yəni çay bu üzgüçünü sağ tərəfə doğru aparıb. Ona görə də biz burada çayın axın sürətini tapmaq istəsək, bax bu VA çayın axın sürətidir. LM məsafəsini, yəni bu çayın üzgüçünü apardığı məsafəni, yəni 24 metr məsafəni bölərik 8 saniyə zaman müddətinə. Və buradan da çayın axın sürətinin 3 metr bölü saniyə olduğunu tapmış olaraq. Deməli, sualın doğru cavabı B variantı olacaqdır. 7-ci sualda düzxətli bir yolda hərəkət edən Y və Z avtomobillərinin koordinat zaman qrafiki şəkildəki kimi verilib. Z-nin sürəti şərq istiqamətində V olduğuna görə Z-yə nəzərən Y-nin sürəti aşağıdakılardan hansıdır? Deməli, biz birinci növbədə gəlin Z-nin sürətini tapaq. Bunun sürətini tapmaq üçün koordinatların fərqini tapırıq. Yəni 2x-dən x-i çıxırıq. X olur, bölürük zaman müddətinə, o da 2t müddətidir. Bax, bu x bölünsün 2t müddətinin V-yə bərabər olduğunu bizə deyir. Və bu şərq istiqamətidir. Deməli, şərq istiqaməti müsbət qəbul olunub. Şərq müsbətdirsə əgər, o zaman qərb istiqamətini mənfi qəbul edəcəyik. İndi V-yeni tapaq gəlin. V-yeni tapmaq üçün də mənfi x-i bölürəm nəyə? Zaman müddətinə, yəni t-yə. Mənfi x-i də t-yə böldüyümüz zaman, bax, məxrəc 2 dəfə kiçikdir, ona görə kəsirin qiyməti 2 dəfə böyükdür. Yəni, bu 2 dəfə böyük 2v-yə bərabərdir, amma əks istiqamətdə. İndi bizə deyir ki, z-yə nəzərən y-nin sürəti. Y-nin z-yə nəzərən sürətini tapmaq istəsək, y-nin sürətindən z-nin sürətini çıxacaq. Y-nin sürəti mənfi 2v-dir, z-nin sürəti v-dir, mənfi 2v-dən v-ni çıxarıq və bu da olar mənfi 3v. Mənfi də qərb istiqaməti olduğu üçün, deməli, batı istiqamətində 3v sürəti ilə. Sualın doğru cavabı C variantı olmalıdır. 8-ci sualda suya nəzərən sürətləri şəkildəki kimi olan x, y, z qayıqlarından x qayığı qarşı sahildə M-ə, y motoru R-yə, z motoru da S-ə çıxır. Nöqtələr arası məsafələr bərabər olduğuna görə motorların qarşı sahilə çatma müddətləri arasındakı münasibət necədir deyir bizə. Birinci növbədə deməli X motoru, X qayığı M nöqtəsinə çatırmış. X normalda hara gəlməlidir? K-ya gəlməlidir. Bax, düz xətt boyunca. Amma çay bunu apardığı üçün M-yə gəlib. K-dan M-yə. Yəni 2 bölgü gəldiyini görürük. Deməli, mən burada yazıram X qayığı 2 bölgü. Sonra Y qayığı normalda gəlməlidir M nöqtəsinə. Bax, düz xətli bu şəkildə gəlməlidir. Amma onu çay aparıb, hara aparıb? Çay aparıb onu R nöqtəsinə, M-dən R-ə gətirib. Yəni 3 bölgü gətirib. O zaman yazıram Y qayığı 3 bölgü gəlmişdir. Z qayığı isə, Z qayığı normalda N nöqtəsinə gəlməlidir. Amma S nöqtəsinə gəlib. Yəni bu da 3 bölgü bu tərəfə doğru gəlib. İndi biz buradan belə bir şey deyə bilərik. Bunları sağ tərəfə və yaxud sol tərəfə doğru gətirən nələr var? Çayın axın sürətidir. Çayın axın sürətini necə tapa bilərik? Çayın axın sürətini tapmaq üçün bunların yer dəyişmələrini, yəni nə qədər belə deyək də çay istiqamətində hərəkət ediblər. Məsələn, K nöqtəsindən çıxmalı idi, amma M nöqtəsindən çıxıb. Deməli, bunun yer dəyişməsi 2 bölgüdür. O zaman biz belə yaza bilərik. Axıntı sürəti bərabərdir Sx bölünsün T. Biz buradan T-ni tapsaq, T bərabərdir S x bölünsün V axıntı yaza bilərik. İndi burada axıntı sürəti bərabərdir. Yəni çayın sürəti bərabərdir. O zaman biz buradan deyə bilərik ki, zaman müddəti S x-lə mütənasibdir. Hansında daha böyükdürsə, orada t böyükdür. Bax, y ilə z üçün eyni olduğunu görürük. Hər ikisi 3'dür. Ona görə ty və tz bir-birinə bərabərdir.
Amma görürük ki x də daha kiçikdir. Ona görə tx burada ən kiçik olmalıdır. ty və tz bir-birinə bərabərdir. Tx ən kiçikdir. Ona görə sualın doğru cavabı A variantıdır. 9-cu sualda suya nəzərən sürəti 3v olan bir gəmi üzərində hərəkət edən bir yolcu, yəni bir sərnişinin gəmiyə nəzərən sürəti v-yə bərabərdir. Bu sərnişin dənizdə üzən belə deyək, balığı dururmuş kimi görür. Yəni sükunətdə olduğunu görür. Buna əsasən verilənlərdən hansıları doğru ola bilər? İndi bu adamın gəminin üzərində v sürəti ilə hərəkət etdiyini deyir. Amma hansı istiqamətdə hərəkət etdiyini demir. Bu adam əgər gəminin üzərində gəmi ilə eyni istiqamətdə hərəkət edərsə, o zaman yəni gəminin sürəti 3v olanda bu adamın da sürəti v olub, eyni istiqamətdə hərəkət edərlərsə, o zaman bunun yerə nəzərən sürəti 4v olar. Bu adamın yerə nəzərən sürəti 4v-dir. Əgər bu balığın da sürəti 4v olarsa, o zaman onu sanki hərəkət etmirmiş kimi görə bilər. Deməli, birinci variant doğrudur. Əks istiqamətdə gedərsə, məsələn, su 3v sürəti ilə gedir, bu adam suyun əks istiqamətində getsə, yəni 2v belə deyək, v sürəti ilə getsə, o zaman bu adamın yerə nəzərən sürəti 2v-yə bərabər olacaq. Balıq da əgər 2v sürəti ilə hərəkət edirsə, o zaman bu balıq və adam bir-birini sanki dururmuş kimi görər. Ona görə ikinci variantda doğrudur. Sualın doğru cavabı 1 və 2 olmalıdır. 10-cu sualla davam edirik. Eyni müstəvidə hərəkət edən KLM avtomobillərindən K-nın yerə nəzərən sürəti VK, K-nın L-yə nəzərən sürəti V1, L-nin M-yə nəzərən sürəti V2-dir. Buna əsasən M-nin K-ya nəzərən sürəti şəkil 2-də verilənlərdən hansıdır? Birinci növbədə gəlin VK-nın proyeksiyalarını yazaq. Sol tərəfə doğru bir bölgü, yuxarı doğru bir bölgü. Sol tərəfə 1 olması, x-in mənfi 1 olması, yuxarı 1 olması isə y-in müsbət 1 olması anlamına gəlir. Daha sonra deyir ki, K-nın L-yə nəzərən sürəti. K-nın L-yə nəzərən sürəti VK çıxılsın VL deməkdir. Bunun V1-ə bərabər olduğunu bizə deyir. İndi biz buradan VK-nı bilirik. Gəlin VL-ni tapaq. VL-ni tapmaq üçün yaza bilərik. VL bərabərdir. Deməli, VL-ni o tərəfə atsaq, VK çıxılsın V1 yaza bilərik. Bu şəkildə yazdıq. Buradan da VL bərabərdir. VK qiymətlərini yazıram. Mənfi 1, 1. Çıxılsın V1-in qiymətlərini yazıram. V1 x oxu istiqamətində 2 bölgü, y oxu istiqamətində 1 bölgü olduğu üçün buna yazıram 2, 1. Bu da bərabərdir. Mənfi 1-dən 2-ni çıxıram. Yəni x-ləri çıxıram burada. Mənfi 1 ilə 2-ni. Mənfi 1-dən 2-ni çıxsaq bu eləyər. Deməli, mənfi 3. Y-lərini tapdığımızda da 1 ilə 1. Yəni bunları da 1-dən də 1-i çıxırıq və bu eləyir 0. Bu şəkildə tapdıq VL-ni. İndi bizə lazımdır nə? İkinciyə baxırıq. İkincidə deyir ki, L-nin M-yə nəzərən sürəti V2-dir. L-nin M-yə nəzərən, yəni VL çıxılsın VM. Bunun V2-yə bərabər olduğunu bizə deyir. İndi biz buradan VL-ni bilirik, amma VM-ni bilmirik. O zaman gəlin VM-ni də tapaq. VM bərabərdir. VL çıxılsın V2 yaza bilərik. Buradan VM bərabərdir. VL-nin yerinə nə yazaq? Mənfi 3, 0 yazaq. Mənfi 3, 0. V2-nin yerinə isə, baxın bunun x oxu üzərində qiyməti 0-a bərabərdir. Ona görə burası 0 yazıram. Y oxu üzərində aşağı 2 bölgü olduğu üçün buna mənfi 2 yazıram. İndi bu da bərabərdir. Mənfi 3-dən 0 çıxanda olur mənfi 3. 0-dan mənfi 2-ni çıxanda olur müsbət 2. Deməli, mənfi 3, müsbət 2 aldıq. İndi bizə deyir ki, M-nin K-ya nəzərən sürətini tapın. M-nin K-ya nəzərən demək də VM çıxılsın VK deməkdir. VM-nin nəyə bərabər olduğunu tapdıq. Mənfi 3, 2. VK-ya baxırıq. VK da ən yuxarıda yazmışdıq. Mənfi 1, 1. VK-nın yerinə də yazıram. Çıxılsın mənfi 1, 1.
Bu da bərabərdir. Mənfi 3-dən mənfi 1-i çıxıram. Olur mənfi 2. 2-dən də 1-i çıxıram. Olur 1. Deməli biz bunu mənfi 2, 1 tapdıq. Mənfi 2 nə deməkdir? X oxu istiqamətində 2 bölgü get deməkdir sol tərəfə. 1 də müsbət 1 olduğu üçün yuxarı 1 bölgü qalx deməkdir. Bu da deməli gördüyümüz kimi 5 nömrəsi ilə göstərilmişdir. Ona görə sualımızın doğru cavabı 5 Y variantı olmalıdır. 11-ci sualla davam edirik. Axıntı sürətinin VA olduğu və sahilə paralel olduğu bir çayda K və L nöqtələrindən suya nəzərən sürətləri VK və VL olan üzgüçlər şəkildəki kimi üzməyə başlayır. Buna əsasən üzgüçlərin görüşmə müddəti nədən asılıdır deyir bizə. Biz birinci növbədə belə bir şey düşünə bilərik. KL aralığındakı məsafənin X olduğunu fərz etsək. X məsafəsi belə tapılır. X bərabərdir. Və indi bunlar bir-birlərinə doğru gəldikləri üçün birinin digərinə nəzərən sürəti VK üstəgəl VL şəklində tapılır. Yəni modulları toplanır və vurulur zaman müddətinə T-yə. Biz buradan T qarşılaşma müddətini tapmaq istəsək T bərabərdir yazarıq. X bölünsün VK üstəgəl VL. Yəni qarşılaşma müddəti burada verilənlərdən asılıdır. X nədir? Onların arasındakı məsafədir. Yəni KL məsafəsidir. Bundan asılıdır. Sonra ikinci variantda yazıb axıntı sürəti, çayın sürəti. Çayın sürətini biz burada yazmışıq mı? Yazmamışıq. Deməli çayın sürətindən asılı deyil. Çayın axma istiqamətindən də asılı deyil. Bunun heç bir aidiyyəti yoxdur. Deməli burada verilən variantlardan yalnız KL məsafəsi sualımızın doğru cavabıdır. Davam edirik 12-ci sualla. Axıntı sürəti VA olan çayda suya nəzərən sürətləri V1, V2, V3 olan üzgüçlər KLM nöqtələrindən üzməyə başlayır. Üzgüçlərin üçü də qarşı sahildə X nöqtəsinə çatdığına əsasən V1, V2, V3-ün modulları arasında hansı münasibət doğrudur deyir bizə. İndi biz ilk növbədə belə bir şey düşünək. Baxın, bu qarşı sahildəki X nöqtəsi olsun. Düzdürmü? Axıntı sürəti də sağ tərəfə doğrudur. İndi deyək ki, birinci növbədə M nöqtəsindən bir üzgüçü, bir də L nöqtəsindən bir üzgüçü üzməyə başlasınlar. M nöqtəsindən gələn üzgüçü, bax, X-ə bu şəkildə gələcəkdir. Onun sürətinin bu şəkildə olduğunu düşünsək, burada çayın sürəti nə olmalıdır? Bax, buradan bura qədər olmalıdır. Bu çayın sürətidir. Deməli, çayın sayəsində bu biraz sağ tərəfə meyl edib X nöqtəsindən gedib çıxıb. İndi eyni çay sürətini digər cisim üçün də aid etməliyik. Çünki eyni çayın içərisində hərəkət edirlər bunlar. Ona görə də belə deyək. Biz bunu hələ ki bir yerdə, burada bir yerdə saxlayaq. İndi baxın, X-dən L-yə bu şəkildə qırıq-qırıq xətlər çəkək. Yəni L nöqtəsindən başladı, X-ə getdi, çıxdı. İndi bu çayın sürətini gətirirəm. Burada bir yerə əlavə edirəm. Bax, bu şəkildə əlavə edirəm. İndi biz burada görəcəyik ki, deməli, L-nin sürəti nə qədərdir? Bax, bu da olacaqdır, deməli, L-nin sürət vektoru. L-nin deyəndə, yəni ikinci cismin. Bu 2-dir, bu V2-dir, bu V3-dür. Artıq burada oxların uzunluqlarını görürsünüz, vektorların uzunluqlarını görürsünüz. Hansı daha uzundur? Üçüncü daha uzundur. İkinci biraz qısadır. Birinci aid etsək, birinci ən qısa olacaq. Ona görə burada sürətləri müqayisə edəndə deyirik ki, üçüncü ən böyükdür, sonra 2, sonra da 1. V3, V2, V1 şəklində sıralanır. O da deməli B variantında verilmişdir. 13-cü sualla davam edirik. Bir-birinə paralel yollarda hərəkət edən X, Y, Z avtomobillərindən X batıya, yəni şərq tərəfə doğru, Y isə daha doğrusu batı, yəni qərb istiqamətində, Y isə doğuya doğru, yəni şərq istiqamətində hərəkət edir. Avtomobillər eyni nöqtədən hərəkətə başladıqdan bir müddət sonra X ilə Y arasındakı məsafə Y ilə Z arasındakı məsafəyə bərabər olur. İndi deyir ki, bu verilənlərdən hansı mütləq doğrudur? Yəni doğru ola bilər demir, mütləq şəkildə doğrudur deyir. Bir-birinə paralel yollarda hərəkət edirlər, düzdürmü? Bax, 3 dənə yol çəkdim. Birinci növbədə deyir ki, X, Y, Z avtomobillərindən X
Qərb tərəfə doğru, Y isə şərq tərəfə doğru hərəkət edib. Bax, X bu tərəfə doğru hərəkət edib, Y isə bu tərəfə doğru hərəkət edib. İndi deyir ki, bir müddət sonra X ilə Y arasındakı məsafə Y ilə Z arasındakı məsafəyə bərabər olur. X ilə Y arasındakı məsafə. İndi X cismi bu tərəfə doğru gəlir, Y cismi də bu tərəfə doğru gəlir. Z cismi bəs hansı tərəfə gedər? Bunu düşünək. Z cismi bu tərəfə doğru getsə və X ilə eyni sürətdə olsa, məsələn, eyni məsafəyə gəlsələr, deməli, X ilə Y arasındakı məsafə eyni zamanda Y ilə Z arasındakı məsafəyə bərabərdir deyə bilərik. Yəni, bu variantda şərtdə verilən X ilə Y arasındakı məsafə Y ilə Z arasındakı məsafəyə bərabərdir. Yəni, X də Z də hər ikisi bura gəldi, Y də bura getdi. Bərabərdirmi? X ilə Y arasındakı məsafə Y ilə Z arasındakı məsafəyə bərabərdir. Bəli. Deməli, indi biz buradan deyə bilərik ki, X-in birinci variantda deyir ki, X-in Y-yə görə sürəti qərb istiqamətindədir. Bəli, X qərb tərəfə gedir, Y şərq tərəfə gedir. Ona görə də X-in Y-yə nəzərən sürəti qərb istiqamətindədir. Birinci variant doğrudur. Bax, birinci variant mütləq şəkildə doğrudur. Amma ikinci variantı və üçüncü variantı biz burada deyə bilmərik. Niyə deyə bilmərik? Çünki Z avtomobili qərb istiqamətində də gedə bilər. Z avtomobili şərq istiqamətində də gedə bilər. Z avtomobilinin hansı tərəfə getdiyi haqqında məlumatımız yoxdur. Buna görə də Y-nin Z-yə nəzərən və yaxud X-in Z-yə nəzərən sürəti haqqında mütləq şəkildə bir şey deyə bilmərik. Ona görə burada variantlardan yalnız bir mütləq şəkildə doğrudur deyə bilərik. Davam edirik 14-cü sualla. Suya nəzərən sürətləri V və 2V olan K və L üzgüçləri şəkildəki kimi üzməyə başlayır. K üzgüçüsü qarşı sahildə M nöqtəsindən 4D məsafədə çıxır. Buna əsasən L üzgüçüsü qarşı sahilə N-dən hansı məsafədə çıxar deyir bizə. İndi birinci növbədə buradakı bucaq ilə buradakı bucağın bir-birinə bərabər olduğunu biz görürük. Yəni, həndəsədən bunu bilirik ki, burada alfa bucağı varsa, burada da alfa bucağı var. Daha sonra bu birincisinin Y oxu üzərində proyeksiyası əgər V vurulsun sinus alfadırsa, digərinin Y oxu üzərindəki proyeksiyası 2V sinus alfaya bərabərdir. Daha sonra T müddəti T nəyə bərabərdir? T bərabərdir S bölünsün VY. Yəni, sürətin Y oxu üzərində proyeksiyası ilə tərs mütənasib asılıdır. Hansında ki V sinus alfa kiçikdir, orada T böyükdür. Bax, burada V sinus alfa var, burada isə 2V sinus alfa var. Deməli, biz buradakı zaman müddətinə, yəni böyük olan sürətə kiçik zaman müddəti deyə bilərik, bura T deyə bilərik. Buna isə kiçik sürət olduğu üçün böyük zaman deyə bilərik. Yəni, burada biz 2T deyə bilərik. Bu deməli T müddətdə çıxanda o birisi 2T müddətdə qarşı sahilə çıxır. Bunu müəyyənləşdirdik. İndi M deyir ki K nöqtəsindən başlayan 4D, M-dən 4D məsafədə çıxır. 4D məsafədə niyə çıxır? Yəni çay bunu nə qədər aparıb? Normalda bu şəkildə düz xətt boyunca gəlib çıxacaqdı L nöqtəsindən. Amma çay bunu buradan bura qədər, yəni D məsafəsi qədər aparıb deyə bilərik. Yəni çay onu sağ tərəfə sürükləyib bir növ. Biz buradan V-ni belə deyək də, bunu D məsafəsi qədər sürükləyibsə, deməli axıntının sürətini taparkən yaza bilərik. V axıntı bərabərdir. D məsafəsi qədər sürüklədi sağ tərəfə. D bölünsün zaman müddəti də 2T. V bərabərdir. D bölünsün 2T. İndi baxaq ki, bu digər cismi üzgüçünü, yəni L nöqtəsindən çıxan üzgüçünü nə qədər sürükləyə bilib? Bunu tapmaq üçün də belə yazarıq. Sx bərabərdir V axıntı, yəni axıntının sürəti vurulsun. Zaman müddəti burada T-yə bərabərdir. T-ni yazdım burada. Bərabərdir. İndi axıntı sürətinin yerinə yazıram. D bölünsün 2T. Bu T-ni də olduğu yerdə saxlayıram. Buradan da D bölü 2 aldıq. Deməli, çay bunu K nöqtəsindən yox da, düz xətt boyunca yox da, buradan D bölü 2 məsafədə qarşı sahilə çıxardacaq. D bölü 2. İndi bura D bölü 2-dirsə, bizə deyir ki, L üzgüçüsü
qarşı sahilə n-dən hansı məsafədə? İndi biz buradan bura olan məsafəni tapmalıyıq. Ümumi uzaqlıq 3D deyilmi? 3D-dən d bölü 2-ni çıxırıq. Bu da eləyir 2 tam onda 5D. Yəni 5D bölünsün 2. Deməli sualın doğru cavabı D variantıdır. Bir-birinə paralel yollarda hərəkət edən X, Y, Z avtomobillərinin sürətlərinin modulları Vx, Vy, Vz-dir. X avtomobilindəki müşahidəçi Y-ni şərq istiqamətində, Z-ni isə qərb istiqamətində gedirmiş kimi görür. Buna əsasən deyir ki, verilənlərdən hansı mütləq şəkildə doğrudur. İndi biz burada nə deyə bilərik? Məsələn, təsəvvür edək ki, X avtomobili şərq istiqamətində hərəkət edir. Y avtomobili də şərq istiqamətində hərəkət etsin. Bax, bu istiqaməti, sağ tərəfi şərq istiqamət qəbul edək. X də bu tərəfə doğru gedir, Y də bu tərəfə doğru gedir. İndi bizə nə deyir? X avtomobilindəki müşahidəçi Y-ni. Yəni, bu deməkdir ki, Y-nin X-ə nəzərən sürəti. Y-nin X-ə nəzərən sürətini tapanda yazırıq Vy çıxılsın Vx. İndi burada Vy Vx-dən böyükdür. Doğrudurmu? Vy Vx-dən böyük olduğu üçün biz buranı müsbət tapırıq. Yəni, Vy Vx-dən böyükdür deyə bura müsbət olur. Həqiqətən də belə baxdığımız zaman görürük ki, X avtomobili Y-ni hansı istiqamətdə gedirmiş kimi görür? Şərq istiqamətində gedirmiş kimi görür. Çünki buranı sıfırdan böyük tapdıq və şərq istiqamətini müsbət qəbul edirik. Digərində isə Z-ni isə qərb istiqamətində gedirmiş kimi görür. Z-ni qərb istiqamətində gedirmiş kimi görürsə, o zaman Z-nin X-ə nəzərən sürətini taparkən Z-nin sürətindən X-in sürətini çıxırıq və bunun mənfi olduğunu tapırıq. Vz, Vx bu mənfi olursa, o zaman biz buradan deyə bilərik ki, Vx Vz-dən böyükdür. Yəni, burada Vx-in də Vz-dən böyük olduğunu görürük. İndi biz burada X və Y-nin şərq istiqamətində getdiyini deyə bilərik. Yəni, birinci və ikinci variantlar doğrudur. Amma Z avtomobilinin hansı istiqamətdə getdiyi barədə məlumatımız yoxdur. Yəni, Z avtomobili şərq istiqamətində getsə də, qərb istiqamətində getsə də, X avtomobili Z-ni qərb istiqamətində gedirmiş kimi görəcək. Çünki Z-nin sürətinin modulu ən kiçikdir. Ona görə sualın doğru cavabı 1 və 2-dir. 16-cı sualla davam edirik. Suya nəzərən sürəti V1 olan üzgüçü qarşı sahildə L nöqtəsinə, suya nəzərən sürəti V2 olan üzgüçü isə qarşı sahildə R nöqtəsinə çıxır. Buna əsasən çayın axın sürətinin modulu neçə V-yə bərabərdir deyir bizə. Baxın, birinci növbədə bu çayın eninin D-yə bərabər olduğunu fərz edək. İndi bu birinci üzgüçü bu istiqamətdə gedir və K nöqtəsi əvəzinə hansı nöqtədən çıxır? Deyir ki, K nöqtəsindən çıxmalıydı, amma L nöqtəsindən çıxır. Yəni, 1 bölgü getmiş olur. O zaman biz belə düşünək. D bərabərdir, V vurulsun. İndi bunun T zamanı müddətində getdiyini düşünək. D bərabərdir, V vurulsun T. Deməli, birinci üzgüçünün qarşı sahilə keçmə müddəti T1 müddəti T-yə bərabərdir. İndi ikinciyə baxaq. İkinci üzgüçü də qarşı sahilə gedir, amma o M nöqtəsi əvəzinə hansı nöqtədən çıxır? R nöqtəsindən çıxır. Yəni, 3 bölgü getmiş olur. O zaman biz yenə burada yazarıq D bərabərdir. Belə yazaq. Bunu axıntı 3 bölgü irəli apardığı üçün bunun qarşı sahilə keçmə müddəti 2 dəfə böyük olacaqdır. Yəni, T2 3T-yə bərabər olacaqdır. Çünki bu 1 bölgü gəlmiş oldu, bu isə 3 bölgü gəlmiş oldu. Ona görə T1-ə T dediksə, T2-yə 3T deyə bilərik. Bunu tapandan sonra V2. V2-ni proyeksiyalara ayırsaq, bunlardan biri yuxarı doğru olan V2 sinus alfadır. Buradan D bərabərdir V vurulsun T dedik. Düzdürmü? İndi biz buradan yazarıq V2 sinus alfa vurulsun. Zaman müddəti nə qədərdir? 3T'dir. Bərabərdir. Qarşı sahilə keçməsi üçün D məsafəsini qət etməsi lazımdır. Yəni, burada D yazıram. İndi buradan V2 zaten V'yə bərabərdir. O zaman buradan yazıram. V vurulsun. Sinus alfa vurulsun 3T bərabərdir D-yə.
D'nin yerinə də bunu yaza bilərəm. V vurulsun T yaza bilərəm. VT-ni də burada yazdım. İndi V'lər, T'lər ixtisar getdi. O zaman qaldı sinus alfa vurulsun 3 bərabərdir 1-ə. Buradan biz sinus alfanı tapsaq, sinus alfa bərabərdir 3'də 1 olacaqdır. Bura alfa bucağıdırsa, o zaman buranın da alfa bucağı olması lazımdır. İndi burada biz D demişiksə, sinus alfa da 1 bölü 3 olduğu için o zaman buranın 3D olması lazımdır. Pifagor teoremindən buradakı KM məsafəsini belə tapırıq. Kök altında 3D'nin kvadratı çıxılsın D'nin kvadratı. Orada o zaman buradan da alınır 2 kökdə 2D. KM məsafəsi 2 kökdə 2D'dir. Deməli bu bölgülərin hər biri kökdə 2D'yə bərabərdir. Yəni burada kökdə 2D'dir, burada kökdə 2D'dir. Yəni bunların hər biri kökdə 2D'yə bərabərdir. İndi bax bu ikinci üzgüçü qarşı sahildən hansı uzaqlığa çıxır? 3 bölgü, yəni 3 kökdə 2D məsafəyə çıxır. O zaman yaza bilərəm V axıntı vurulsun. Hansı müddətdə gedir? 3T müddətinə gedir. V axıntı vurulsun 3T bərabərdir 3 kök altında 2D yaza bilərəm. Buradan 3'lər gedəndən sonra geriyə qalır V axıntı bərabərdir kökdə 2 D bölünsün T. İndi biz burada D bərabərdir VT yazdığımız üçün D bölünsün T nisbəti nəyə bərabər olur? V'yə bərabər olur. O zaman burada D bölü T'nin yerinə V yaza bilərəm. O da alınır kökdə 2 V. Deməli sualımızın doğru cavabı A variantıdır. Beləliklə bu videonun da sonuna gəlmiş olduq. Növbəti videolarda görüşənədək. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.